Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rahmetullah və bərəkatuhu. Quran-ı Kərimin Peyğəmbər sallallahu aleyhi və səlləmə baxışı necədir? Elhamdülillahi vahdə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmmə bə'd. Selamun Aleyküm və rahmetullah və bərəkatuhu. Quran-ı Kərim təbii ki, bir nəfərə Allah təala göndərir. Və bu özü artıq işarədir, böyük bir işarədir. Ağıl sahibi üçün. Ki, o seçilmiş adamdır. Əgər Quran-ı Kərim fikir versəz, 2 nəfərə gəlsəydi, 3 nəfərə gəlsəydi, deyə bilərdilər ki, görürsünüz, deyə bilərdilər ki, Peyğəmbərimiz əsas adam deyil. Amma məhz ona gəlib. Əvvəlcədən axıraca bütün ayələr Peyğəmbərimizə gəlib. Deməli, bu seçilmiş adamdır. Seçilmiş adamdır. Və deməli, təbii ki, o adam barədə, əgər ona nazil edibsə, onun barədə Quran-ı Kərimdə kifayət qədər ayələr var. Və məsələn, ona tabi olmaq Allahdan sonra. Allah Teala buyurur ki, mən yuti'ir rasul fəqət ata Allah. Kim Peyğəmbərə tabi olsa, Allaha tabi olmuş kimidir. Və ya məsələn, onu sevmək. Onu sevmək. Allah Teala buyurur ki, qul in kuntum tuhibbun Allah. Əgər siz Allahı sevirsinizsə, fəttəbi'uni. Deyin onlara ki, sənə tabi olsunlar. Yəni, mənə tabi olun, yəni Peyğəmbərə sallallahu aleyhi ve sellem. Fəttəbi'uni yuhbibkumullah. Ki, Allah sizi sevər. Yəni, Allahı sevməyi qazanmaq yalnız Peyğəmbər sallallahu aleyhi ve sellem vasitəsilədir. Sən necə demək istəyən Peyğəmbərə ayrısan Allahdan? Yəni, olmaz bu iki məsələri. Lakin, həmçinin, məsələn, təxminən 30-a yaxın, təxminən 30-dan çox ayə var ki, Quranda Peyğəmbərimizə sallallahu aleyhi ve sellem tabi olmağı əmr edir bizə. Əmr edir ona tabi olmaq, əmr edir ki, onu sevmək, əmr edir ki, ixtilaf olanda Allaha və həmçinin ona qayıtmaq, əmr edir ki, onun əmrlərinə müxalif olmamaq və s. kimi. Və s. kimi. Ona görə küfr əhli neyniyir? Onlar məsələn deyirlər, biz etiraz eləmirik bu ayələr barədə. Lakin biz hədisləri şübhəliyirik. Hədislər 200 il sonra yazılır. Birinci, yalan söhbətdir bu. Nə 200 il? Ondan qabaq da yazılır. Hədislər Buxarı ilə bağlı deyil ki. Buxarıdan qabaq məyər hədis yazan olmuyor. Hədislər yazıblar. Sonra onlar nə deyirlər? Görürlər ki, yox, var. Deyirlər, yox, onda onların əl yazmalarını gətirin. Elə bir uşaqdır, tappacadır. Deyir, yox, mən bunu al yenə. Cürbəcür şeylərlə məqsəd nədir? Şübhə. Məqsəd nədir? İnsanları dindən uzaqlaşdırmaq. Bu üslub da o üslublardan biridir. Birbaşa indi Qurandan uzaqlaşdırmır. Deyir, gəlin birinci Peyğəmbərdən uzaqlaşdıraq, sallallahu aleyhi ve sellemlə. Sonra Qurandan da, çünki o, əgər biz hədislərə şübhə eləyiriksə, biz Qurana da onda şübhə eləyəcəyik. Ne üçün? Onlar sonda onu gətirmək istəyir. Ne üçün? Çünki o hədisləri ki, nəql edənlər var, hələ Quranı da hələ nəql edən, onlar nəql edib bizə. Quran necə çatıb bizə? Hədislər də bizə hələ çatıb. Quran əgər əsli yoxdursa, biz Quranda da şübhə eləyəcəyik. Quranda da şübhə eləyəcəyik. Ona görə onlar sadəcə nədir? Avam kütləni, dini maarifçiliyi zəif olan kütləni allatmaq üçündür. Və salam. Buna xidmət olunur. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem ayrılmaq olmaz. Ayrılmaq olmaz Quran-ı Kərimlə. Əgər Quran Allahın kəlamıdırsa, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisləri var. Bu hədislərin alimlər bəli, uydurmalıdır, bəyan ediblər. Zəifləri də, həsənləri də, səhiyləri də. Bu artıq başqa mövzudur. Və sadəcə demək istəyirəm ki, avam cəmaat, yəni cəmaat, avam da demirəm, dini maarifçiliyi zəif olanlar. Hər adama qulaq asmıyor. Hər adama qulaq asmıyor. Və salam. Bu qədər. Vəssalamu aleykum və rahmetullah və bərəkatuhu. Aleyküm selam.